Sosial şəbəkələrdə özünə məxsus üslubu, Gəncəyə və doğma yurda bağlılığı ilə diqqət çəkən simalardan biri də Qafqaz Əmiraslanov, Qafqaz Gəncəlidir. Onun həyat yolu Azərbaycanın qərb bölgəsinin, xüsusilə Gəncə və Göygöl mühitinin yetişdirdiyi ziyalı insanların həyat hekayələrindən birini əks etdirir. Qafqaz Tapdıq oğlu Əmiraslanov 27 noyabr 1962-ci ildə Göygöl rayonunun Keçmiş Xanlar, Topal Həsənli kəndində ziyalı ailəsində anadan olur. Onun böyüdüyü ailə və mühit dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Atası Topal Həsənli kənd orta məktəbində direktor vəzifəsində çalışır. Təhsilə, elmə və maariflənməyə xüsusi önəm verilən belə bir ailə mühiti Qafqaz Əmiraslanovun dünya görüşünün formalaşmasına təsir göstərir. Qafqaz Əmiraslanov orta təhsilindən sonra Gəncə Elektronika Sənayesi Texnikumunu, başqa adı ilə Avtomobil Texnikumunu bitirir. Onun təhsil və axtarışlarla zəngin həyatının növbəti mərhələsi Rusiyanın İvanovo şəhəri ilə bağlıdır. 80-ci illərdə İvanovo şəhərində toxuculuq institutunda təhsil alıb. Bu illər onun həyatında yeni təcrübələr, müxtəlif insanlarla ünsiyyət və dünya görüşünün daha da genişlənməsi baxımından mühüm mərhələ olub. Gəncəli ifadəsi onun üçün sadəcə bir təxəllüs deyil. Bu ad doğma şəhərə olan mənəvi bağlılığın, Gəncənin tarixinə, mədəniyyətinə və insanlarına sevginin ifadəsi kimi qəbul olunur. Sosial şəbəkələrdə onun paylaşım və çıxışları müxtəlif mövzulara toxunur. Gəncə ilə bağlı xatirələr, gündəlik həyat, insan münasibətləri, keçmişə bağlı nostalji düşüncələr və maraqlı fikirlər onun izləyicilərinin diqqətini cəlb edir. Qafqaz Gəncəli də sosial şəbəkələrdə öz paylaşımları ilə bu şəhərin adını yaşadan, Gəncə ilə bağlı fikirlərini geniş auditoriya ilə bölüşən insanlardan biridir. Onun fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də məhz doğma yurda bağlılıq və Gəncə sevgisini sosial platformalar vasitəsilə ifadə etməsidir. Qafqaz Əmiraslanovun həyat hekayəsində bir neçə fərqli məkan və mərhələ birləşir. Topal Həsənli kəndi, Gəncə, İvanovo və nəhayət sosial şəbəkələrdə formalaşan yeni virtual mühit. Bu yol göstərir ki, insan harada yaşamasından və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, öz doğma yurduna bağlılığını qoruyub saxlaya bilər. Qafqaz Gəncəli adı ilə sosial şəbəkələrdə tanınan Qafqaz Əmiraslanov bugün özünə məxsus üslubu və paylaşmaları ilə izləyicilərinin diqqətini cəlb edir. Onun hekayəsi eyni zamanda bir daha göstərir ki, sosial şəbəkələr yalnız informasiya və əyləncə platforması deyil. Bu məkanlar insanların öz həyat hekayələrini, düşüncələrini, xatirələrini və doğma yurda sevgilərini geniş auditoriyaya çatdırmaları üçün də böyük imkan yaradır. Qafqaz Gəncəli, bir ad, bir həyat yolu, bir Gəncə sevgisi.